Salam, hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin efirində onun çağıdır. Onun çağının bu dəfəki qonağı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar bəy Calaloğludur. Sərdar bəy, xoş gördük. Xoş gördük. Sərdar bəy, hal-hazırda ölkə gündəminin əsas müzakirə mövzularından biri yenə də Ramiz Mehdiyev məsələsidir. Vaxtilə Ramiz Mehdiyevin kadrı olduğu deyilən icra başçıları var idi. Onların aqibəti necə olacaq? Onlar da həbs olunacaq. Ramiz Mehdiyevə qarşı olan hakimiyyətin münasibətinə, onun təyin etdiyi kadrlar münasibət eyni deyil. Ramiz bəyin xeyir duasına hakimiyyətə gələn adamların heç biri vəzifəsindən getməyəcək, uzaqlaşdırır. Çünki niyə? Söhbət Ramiz Mehdiyevdən getmir. Ramiz Mehdiyev vasitəsilə Rusiyanın Azərbaycanda hakimiyyətə yerləşdiyi kadrlar, o kadrların dalında Ramiz Mehdiyev durmur ki, Ramiz Mehdiyev bu da əlaqələndiricidir. Rusiya ilə Azərbaycan hakimiyyəti əlaqələndirən bir fiqurdur. Bugün o əlaqələndirici funksiyası başqa bir X daşıyır. Neçə ki o X oradadır, Azərbaycanda da heç bir Ramiz Mehdiyevin kadrı deyilən kadrları kimsə yerindən tərəf edə bilməz. Bəllidirmi həmin adam? Əlbəttə, bəlli. Kimdir? İndi hökumət onu yaxşı bilir. Aydındır. Və belə bir nüans Sərdar bəy, Rusiyanın Azərbaycanda bundan sonra da çevriliş eləmək cəhdləri olacaqmı? Bu risk hələ də qalırmı? Təbii ki, ölkədə mövcud sosial narazılığın üzərində müəyyən xarici qüvvələr oyun oynaya bilər. Amma neçə ki, milli demokratik qüvvələr var və neçə ki, xalqın arasında bizim nüfuzumuz var, mən elə gəlir ki, heç bir xarici dövlət Azərbaycanda dövlət çevrilişi eləmir. Dövlət çevrilişinin qabağını nə orada ala bilər, nə polis, nə də dövlət təhlükəsizliyi. Dövlət çevrilişinin qabağını yalnız xalq alır. Yəni xalq orada iştirak eləməsə, heç kəs dövlət çevrilişi eləmir. O başqa məsələ. Yuxarıdan dövlət çevrilişi. İki cürə dövlət. Biri var, xalqı qaldırırsan, dövlət çevrilişi eləyirsən. Bir də hakimiyyətdə olan müəyyən güc strukturlarından istifadə edirsən. Azərbaycanda hakimiyyətin daxilindən dövlət çevrilişi riski çox təhlükəlidir. Mən sənə bir konkret fakt deyim. Bir ara Ramiz Mehdiyevin vaxtında rayon icra hakimiyyətinin təyinatı ilə bağlı problem yarandı. Yadınızda Quba, Mingəçevi, Gəncə hadisələri. İcra hakimiyyətinin evini yandırdılar, Mingəçevidə camaat çıxdı, icra hakimiyyətini bastı, Gəncədə eyni. Kim törətdi bunları? O ixtişaşlar kim törətdi? Orada təsadüfən İlqar Məmmədov gedirdi, yolda onu tutdular İsmailliyə. Nə bilim kim? İxtişaşların törətməsinin 3 dənə səbəbi var. Onun biri əgər geniş xalq kütlələri eləyə bilər, ikinci xarici dövlət eləyə bilər, üçüncü hakimiyyətdəki müəyyən narazı qüvvə eləyə bilər. Burada xarici dövlətlərin iştirakı sübut olunmadı. Geniş xalq kütlələri o ixtişaşda iştirak eləmədi. Onda sual var. O 3 rayonda ixtişaşı kim törətdi? Sual verir. Bu cür Azərbaycan iqtidarı bu suala cavab vermir ki, Quba, İsmaili və Mingəçevi, İsmaildə bir restoran var, otel vardı, Bakıdan maşınlar getdi. O kimidi o gedənlər? Nə məlum oldu kimidir gedənlər, kimin tapşırığı ilə getdi? O ixtişaşlarda məqsəd nə idi? Qubada icra hakimiyyətinin evini yandırdılar, camaat qalxdı küçələrə. Kim idi o ixtişaşı törədən? Və Gəncədə eyni buna uyğun bir ixtişaş oldu. Kim idi? Mingəçevirdə oldu. Kim idi? Bunların hamısı mərkəzdə hakimiyyətdə olan qüvvələr tərəfindən həyata keçirilən ixtişaşlardır. Ramiz Mehdiyev və bu kimləri yoxsa? Ramiz Mehdiyev və bu kimlər? Ola bilsin Ramiz Mehdiyevin əleyhinə olan başqa qüvvə törədib, ya da Ramiz Mehdiyev onun maraqlarını sıxmaq istəyən qüvvəyə qarşı törədib. Amma ixtişaşı törədən dövlətin özündə olan məmurlardır, yuxarıda olan məmurlardır. Yəni o zaman ki, razılaşma olmur, onda ixtişaşlar törətmək məmurların oponentlərinə qarşı ən ciddi müqavimət üsullarından biri olur. İndi bir halda ki, Azərbaycan təcrübəsində var da ixtişaşlar törətmək. Onda o sən dediyin dövlət çevrilişidir, hakimiyyət səviyyəsində. Amma söhbət nədən gedir? Artıq Azərbaycan, Pakistan və Türkiyənin çox ciddi strateji müttəfiq əlaqələr qurub. Bugün Azərbaycanda gedən hadisələr yalnız Azərbaycan iqtidarın iradəsi ilə bağlı deyil. Pakistan və Türkiyənin də bu məsələdə, bu və başqa yerdə iradəsi aktiv şəkildə iştirak edir. Yanımızda bir dənə nüvə dövləti var, qardaş. Yanımızda Türkiyənin hərbi güc var. Ona görə də artıq Rusiyanın Azərbaycanda iqtidardakı olan qüvvələrin vasitəsilə hərbi çevriliş eləmək cəhdi sıfırdır. Eləyə bilməz. Eləsə də o qan içində boğulacaqdır. Türklər həmin günü Azərbaycan hakimiyyətinin yanında olacaqdır. Aydındır. Rusiyanın... Amma yenə deyirəm, bu nəhəng təhlükə qalır. Kütləşməməliyik də, bilməliyik ki, hakimiyyətin öz içindən bu cürə yanlış addımlar atmaq şansları var.
Belə bir fikir var ki, Rusiyanın Ukraynadan sonraki hədəfi Cənubi Qafqaz və Orta Asiya ölkələri ola bilər. Sizcə Azərbaycan üçün risk təhlükəsi nə dərəcədə ciddidir? Mənə elə gəlir ki, Rusiya Ukrayna ilə nə cür qurtarmazdan sonra Rusiyanın artıq deməli Ukrayna ilə məhdudlaşacaq. Çünki Rusiyanın bundan sonra taqəti yoxdur, başqa bir hədəf seçsin, əməliyyat aparsın. Çünki bu dəfə daha yeni, hərbi texnikası yerində, gücü yerində olan qüvvənin üzə gəlməlidir. Ukrayna dağılıb. Ukraynada ordu yox idi. Ona görə ən zəif həlqə idi. Amma bugün Azərbaycan ordusu, o yadıma gəlir, Ukraynaya hücum edən Ruslar, bir Rus ekspert var, dedi ki, yaxşı ki, qabağımızdakı Azərbaycan ordusu deyil. Ukrayna ordusu. Yəni biz Rus ordusundan bacara bilərik. Biz müttəfiqlərimizdən bir də 4 dənə Rusiya bacara bilərik. 4 dənə Rusiya. Sən nə danışırsan? Sən elə bil ki, baş verən, Laçında gedib 3 dövlət başçısının görüşməsi nə deməkdir? Ha? Siz hadisələrin mesajlarını oxuya bilmirsiniz. Laçın aradır, Laçında təzə məskunlaşma var. Necə oluyor 3 dənə dövlət başçısı etdi, Laçında orada icra keçsin. Azərbaycan icra keçməyə yeri yoxdur. Niyə Azərbaycanın bütün tədbirlər Xankəndində keçilir? Və Bakıda imkan yoxdur, Sumqayıtda, Gəncədə. Niyə Xankəndində keçir? Bunlar hamısı mesajdır. Dünyaya mesajdır. Oraya gələn adamlar kimdir, baxın görün. Pakistanın baş naziri, Türkiyənin prezidenti, nə bilim, bizim başqa bir parada baxdın. Dünyanın hansı ölkəsində dövlətin rəsmi paradında 3 müxtəlif dövlətin bayrağı olur. Belə şey görübsən ümumiyyətlə? Nə deməkdir? Bu qələbə, bu 3 dövlətin qələbəsidir. Mesaj budur. Və bizə qarşı kim gələcəksə o 3 dövlətlə vuruşacaq. Ya Pakistan Hindistanla vuruşdu. Pakistan baş naziri nə dedi? Dedi, Azərbaycan, Türkiyənin bizə dəstək, biz Hindistanı bir həftəyə məğlub elədik. Aralıq dənizində problem yanında Pakistan gəmiləri hara getdi? Aralıq dənizində. Pakistan jetləri hara uçdu? Türkiyə. Kim çatır? Artıq bizim ölkəmizin təhlükəsizlik məsələləri qlobal bir məsələdir. Milli məsələ deyil. Bu barədə mən arxayınam. Hətta hakimiyyətdə müəyyən qanun qüvvələri olsa belə, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı hər hansı bir addım ata bilməzdir. Geosiyasi planda və baş verən hadisələr fonunda Türk Dövlətləri Təşkilatı, türk dilli xalqlar öz vahid ordu modelini yarada bilərlərmi? Buna münasibətinizi öyrənmək istərdim. Ümumiyyətlə, biz Avropa Birliyi bir nümunədir, beynəlxalq birlik baxımından. Hələlik Türk Dövlətlər Birliyi yaramayıb. Baxın, bu təşkilatdır. Bu, yəni təşkilat olduğuna görə, o siz dediniz məsələ, əgər Türk Dövlətlər Təşkilatı dəyişilib Türk Dövlətlər Birliyi olacaqsa, həm vahid bazar olacaq, həm vahid pul olacaq, həm vahid ordu olacaq, həm də vahid sərhəd və tamoşi xidməti olacaq. Başqa cürə mümkün deyil. Türk Dövlətlər Təşkilatı bu istiqamətdə inkişaf edir. Onda vahid valyuta da olacaq da? Valyuta da vahid olacaq, sərhəd də vahid olacaq, ordu da vahid olacaq, təhlükəsizlik. Avropa Birliyi necə elə? Sərhəddə şərti olacaq. Ona imkan verəcəklər. Hə, indi bu var, ona imkan verir. Dünyada heç kəsə imkan verir. Bəlkə Avropa Birliyi imkan verirdilər. Əgər biz istəyirsə ki, dünya gücü olaq, istəyirsə bir xalq olaq, dünyanın tarixində iştirak eləyək, o deyəcək imkan verəcək. O imkan verməyən qüvvələrin hamısının ağzını əzməliyik. Yox, əgər gücümüz çatmır, demək bizim onda dünya gücü olmaq haqqımız yoxdur. Zaten nə demək istəyirəm? Bunlar bir-birinə bağlıdır. Əgər buna haqqın varsa, gücün çatacaq. Haqqın yoxsa gücün çatmayacaq. Rusiya bundan narazıdır. Amerika, o da bir yeni bir-birisi Orta Asiya dövlətlərinin yığır, çalışır ki, Türkiyəni oradan aralasın. Azərbaycan oraya qoşur, nə. Çin təbii ki, bunun tam əleyhinədir, istəməz ki, sərhəddə belə bir. Amma bir də tarixin belə bir məşhur şey var tarixdə. Tarixin istiqamətini heç bir lider dəyişə bilməz. Lider yalnız nə edə bilər? Tarixin sürətini zəiflədə bilər və ya da gücləndirə bilər. Yəni Azərbaycan, məsələn, bu 30 ildə 100 kilometr yol qət eləyə bilərsə, tutaq ki, bu iqtidar bunu 30 kilometr yol getməyinə səbəb oldu. Amma o istiqamətdə ki, Azərbaycan gedir. İndiyə qədər neçə dəfə Amerikanın, Avropa Birliyinin əleyhinə Azərbaycan hakimiyyətində bəyanatlar səslənib, deputatlar, asıblar, Amerikancı. Bugün Azərbaycanın üzü haradır? Amerikada strateji müttəfiqlik müqaviləsi bağlanıb ya yox?
Dünənə qədər söyürdü axı. Deməli istiqamət sən dəyişə bilməz. Hə, o dövrdə Baydenin vaxtında Amerika-Azərbaycan münasibətdə xeyli soyudu, aralandıq. Amma istiqamət qaldığına görə indi təzədən getmişik onlarla strateji müttəfiqlik müqaviləsi imzalayırıq. Sərdar bəy, ilahi ədalətə nə dərəcədə inanırsınız və dinin, ilahi ədalətin siyasətdə rolu nə dərəcədədir, nə qədərdir? Allah Teala Quran-ı Kərimdə buyurur, qələbə Allaha məxsusdur. Sən əgər inanırsansa Allaha, sən bilməlisən ki, qələbə alın. Allah nə vaxt bizə qələbə, niyə birinci Qarabağ müharibəsində qələbə vermədi? Aprel döyüşlərində qələbə vermədi, amma ikinci Allah Teala deyir ki, əgər siz əmr var, sərhədlərinizi qoruyun. Sizi vurub çıxardanlar, siz də vurub oradan çıxardın. Siz bu addımı atmağa başlayanda bu Allahın əmridir. Mən sizə qələbəni verəcəm. Biz neynədik? Tovuz hadisəsindən sonra hamı deyir ki, bu müharibəni başlamaq olmaz. Yazıcı bu müharibənin ən tapıqasından bilmərdim. Hətta Sorokun da demişdim. Qələbəni də qabaqsında demişdim. Mütləq qələbə çalır, 30 gündə davam edəcək. Sonra o 44 gün, 14 gün ona görə davam edəcək. O xəyanət oldu. O tərəfdən Əkbər Ağayev keçmədi hücuma. Kəlbəzəri tutmadı. Ona görə o şey uzandı. Ruslar gəldi gedir. Amma o 30 gün çəkəcəkdi. Biz %100 də qalib gələcəkdik. Erməni məsələni çoxdan həll edəcəkdik. Biz Allahın əmrini yerinə yetirməyə başladığımıza görə qələbəni Allah bizə verir. Çünki o əmr edir ki, vurun onları çıxardın. Biz də vurduq, çıxartdıq. O qələbə olmasaydı, onda mən bu Qurana şübhə eləyərdim. Ki, sən deyirsən ki, sizi vurub çıxardanlar siz də vurub çıxardı. Biz oradan erməni vurub çıxardı. Biz erməni vurub çıxardıq, beləyim biz qalib gəlmirik. Kim çatdı? Hə, indi sən mənə deyilən, niyə əvvəlki müharibələrdə bəs qalibdir? Çünki əvvəlki müharibələrdə biz həqiqətən real şeydir, onların bizi vurub çıxardıq yerdən vurub çıxartmaq istiqamda addım atmırıq, ciddi addım atmırıq, hiç görmürdük. Burada təhcənə ordunun formalaşması 1, müttəfiqlərin tapılması 2, hərbi texniki təcə 3, dövlətin nüfuzu 4, lazım olan rəqiblərin bir də ən vacibi nə? Rusiyanın başı qarışdı. Rusiya artıq elə bir vəziyyətdə idi ki, Rusiya ermənilərə açıq dəstək verə bilmədi. Versəydi, yəqin ki, bu müharibə uzun çəkəcəkdi. Elə şərtdə yetişdi, o şərtdə də o addım atmasaydı, daha bir 50 il lazım idi ki, biz Qarabağı azad edəyik. O tarixi məqam tutuldu. Dövlət olaraq, xalq o məqamı tutduq. Hətta o məsələ ilə bağlı hökumətdən bir nəfər mənlə görüşdü, bəs siz belə deyirsiniz, bu necə olacaq? Mən dediklərimi və bundan əlavə bildiklərimi hamısını şərh elədim ki, təcili başlamalıyıq. Bu momenti ötürsək getdik, Qarabağı biz bir də qaytara bilmərik. Bir 30-40 il gözləmə o şərtdə yetişsin. Fikrim çatırmı? Xalqlar öz problemlərini yalnız o halda həll edirlər ki, o problemlərin həll üçün mümkün şərait. Əgər o şərtlər yoxdur, kim bir problem həll edir, bil ki, o provokatordur, o avantüristdir. Kim zadı? Məsələn, deyirlər, Heydər Əliyev niyə İlham Əvvəz Elçibəy Qarabağ azad edə bilmədi? Bəs Heydər Əliyev azad elədi Qarabağı. İlham Əliyev 30 il hakimiyyətdədir. O nə zaman bu Qarabağın azad edilməsinə addım attı? Son 5 ildə. Niyə? Çünki həmin vaxtı şərtlər Qarabağın azad olunması tam mümbit bir imkan verirdi bunu həll eləyək. Amma biz o vaxtı buraxsaydıq, çox yox. 6 ay sonra o əməliyyat aparsaydıq, ermənilər gəlib Gəncəni də tutardılar, biləsən. Deyirdilər ermənilər, biz Şəmkirdə tutacaq, Kürəkədə tutacaq, yeni müharibə, yeni ərazi. Sadəcə olaraq elə bir vaxtı biz ayağa qalxdıq ki, o vaxt qələbə bizim olmalıydı. Başqa bir alternativ yox idi onun. Hətta arada bir ateşkəsat söhbət çıxdı, mən onda da öz fikrimi dedim ki, biz əgər ateşkəs elan eləsək, hətta bugün azad elədiyimiz ərazidə qaytar verməkdən başqa yolumuz qalmayacaq. Ancaq qabağa qələbəyə gəlir. Və getdik, şükür Allaha ki, bugün Qarabağ Azərbaycan xalqının əlindədir. Azərbaycan xalqının başı, o əyilmiş başı qalxdı. Dünya bu xalqa hörmət edir. Yeni üfüq, amma çox ciddi bir qüsurumuz var. Qarabağı əldə etməyimiz bəzi hakimiyyət məmurlarının Azərbaycan xalqını girov getməsi gətirib çıxarıb. Yəni Qarabağdan sonra daxili siyasətdə bir o qədər də negativ hallar olub. Məni ən çox narahat edən budur. Nə kimi hallar? Bayaqdan sayarsan da səhiyyə ilə bağlı, tıxacla bağlı, təhsillə bağlı, dolanışıqla.
Azərbaycan Zaqafqaziyada adam başına düşən gəlirə görə ən aşağı yerlərdən biridir. Minimum əmək haqqına görə Ermənistan bizdən yuxarıdadır. Mən Ermənistanla müqayisə. Orta əmək haqqı Ermənistandan bizdən yüksəkdir. Milli gəlir bizdən yüksəkdir və s. və s. Nə qədər isə sahib. Ən aşağı səviyyədə olan Azərbaycandır. Niyə belə olmalıdır? Və ərazilərimizi işğaldan azad edilmişik. Aynən qalib xalq həm də daxili siyasətdə nəhəng qələbələr əldə etməlidir. Çünki o qələbə ruhu ki, nə oldu bizdə? Qazilər nə günə düşdü? Müharibə iştirakçıları nə günə düşdü? Müharibədə iştirak edənlər nə günə düşdü? Ondan kim bu vəziyyətə saldı? Kim? Məmurlar. O Salih Babayevin qapısında nə qədər adam özünü yandırdı? Niyə? Sovet hökuməti bəyəm müharibə iştirakçılarına müharibədə yaralanan o cürə qayğı göstərirdi. O cürə münasibət var idi. Əsgər yerində dururdular ayağa. Məmurlar müharibə iştirakçısı görəndə qaçıb gizlənirdilər. Mənim atam birinci qrup müharibə əl oldu. Mən öz atamla münasibətdən görürdüm ki, istənilən qapı girib heç saymırdı, raykomu saymırdı. Dedim, bu dövlət qurumsa kim tutsun burada? İndi isə məmurlar bu qələbəni eləyən adamlara adam kimi baxmırlar. Getməyədin deyil. Mən gözləmişəm. Budur vəziyyət. Bu vəziyyət dəyişilməlidir. Bizim də müxalifət kimi apardığımız iş bununla bağlıdır ki, qardaşım, doğrudan da bir qələbə çalmışıq. Bu qələbənin İlhamın öz payı var, ordunun öz payı var, bizim hər birimizin də öz payımız var. İndi necə ola bilər ki, bu qələbədən sən 2 qat qazanırsan, mənim payım olmaz, o necə özəlləşmədə, əhalinin yarısı özəlləşmədə iştirak eləmədi. Mən bu qələbədən öz payıma uyğun heç bir həyatımda yeni eləyə bilmirəm. Bu necə olur? Sərdar bəy, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Çox sağ olun, minnətdaram.